İlçəm Davleyev Hava Tədqiqatları Mərkəzinin bir digər modul proqramlarının əlavə parametrlərinin təhlillərinə əsasən artıq fevral ayının xüsusilə də 9-dan başlayaraq Rusiyanın qərbindəki soyuq hava dalğasının Qafqazın şimalından Qafqazın cənubu Azərbaycan arasına doğru daxil olması gözlənilir. Bu prosesə paralel olaraq isə Qara dəniz arasından, Aralıq dənizindən rütubətli hava axınlarının da həmin anda, həmin dövrdə paralel olaraq Qafqazın cənubu Azərbaycan arasında daxil olması nəticəsində Qafqazın cənubu Azərbaycan arasında fevral ayının 9-dan başlayaraq fevral ayının 10 gün ərzində və 11 günün birinci yarısına qədər olan müddət ərzində hava şəraitinin kəsinləşməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, xüsusilə də Qara dənizdən daşınan rütubətli hava axınları, Aralıq dənizindən daşınan ekstratropik siklon sisteminin gətirdiyi rütubətli hava axınlarının Rusiyadan, Şimali Qafqazdan daxil olması gözlənilən soyuq hava kütlələri ilə bir-birinə toqquşması fonunda artıq yağıntıların fevral ayının 9-u axşama doğru və xüsusilə də fevral ayının 10-da yağıntıların intensiv və güclü olmasının səbəb olması gözlənilir. Bu proses xüsusilə də Azərbaycanın Böyük Qafqaz rayonlarında, Kiçik Qafqaz ərazisində, Naxçıvanın dağlıq kəndlərində, mərkəzi Aranda, eyni zamanda Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik ərazilərində yağıntıların intensiv və güclü olması nəticəsində bir sıra ərazilərdə yenidən fəsadların yaranması ehtimalı var. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərək ki, artıq fevral ayının 10-u və 11 günün birinci yarısına qədər olan müddət ərzində artıq bu prosesin ən pik dövrü gözlənilir. Prosesin daha da kəskinləşməsi gözlənilir. Nəticədə Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamax, Xızı, Qubar, Qusar, Xasmaz, Dağlıq Şirvan ərazisində, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kələbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur və Naxçıvanın Sədərək, Ordubar, Şapıcı ərazilərində, Qazax, Ağstavat, Tovuz, Şəmki, Gəncə, Mingəçevir, Göycə, Görəmbəy ərazilərində, eyni zamanda Mərkəzi Aranın Yevlax, Gürdəm, Yemişli, Zərdab, Beyləqan, Ağcabədi ərazilərində, Sabirabad, Biləsuvar, Salyan, Neftçala ərazilərində, eyni zamanda Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik ərazilərində artıq bu prosesin daha da kəskinləşməsi nəticəsində fevral ayının 10-u xüsusən də günün ikinci yarısından başlayaraq fevral ayının 11-i günün birinci yarısına qədər olan müddət ərzində yağıntıların intensiv və güclü olması, sulu qar və qar yağması, qarın xüsusilə də ağır şəkildə yağması gözlənilir. Yəni qardakı nəmin çox olması gözlənilir. Çünki Trabzon aşağı qatlarında temperaturun rekord miqdarda aşağı enməsi müşahidə edilməyəcək. Sadəcə olaraq hiss edilən temperatur çox soyuq hiss ediləcək. Çünki havadakı rütubət çox olacaq ki, bu da rütubətlə qarşılanan soyuq hava dalğasının təsirindən yağan qarın da kifayət qədər yaş qar olması, yəni sulu qarla qarışıq bir qar yağması gözlənilir. Bu da ağır qarın yağması nəticədə ağır qar nəticəsində xüsusilə də Azərbaycanın bölgələrində bu ağır qarın bir sıra sahələrdə fəsadların yaranmasının səbəb olması gözlənilir. Yəni elektrik xəttlərinin, internet, telekommunikasiya xəttlərinin bu ağırlığa davam gətirməməyində bir xeyli artım ehtimalı var. Bir sıra hava ilə əlaqəli olan sahələrdə müəyyən fəsadların yaranması ehtimalı var. Artıq fevral ayının 11-i gündüz saatından başlayaraq bu prosesin tədricən zəifləməsi ehtimalı var. Fevral ayının 12-sindən başlayaraq isə artıq Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin tamamilə sabitləşməsi gözlənilir, yağıntıların artıq səngiməsi gözlənilir. Türkiyə ərazisindən növbəti atmosfer cəbhəsinin Şimali Qafqazdan keçməsinin nəticəsində artıq Qafqazın cənubu Azərbaycan arasında isə fevral ayının 13-ü, 14-ü, 15-i, 16-sında havanın kəskin soyulması ehtimalı zəif bir ehtimaldır. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İlçəm Davleyev Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən fevral ayının 7-si və 8-sində Azərbaycanın demək olar ki, əksər ərazilərində hava şəraitindən kəskin bir dəyişiklik ehtimalı zəif bir ehtimaldır. Lakin artıq fevral ayının 9-dan başlayaraq Rusiyanın qərbindən növbəti soyuq atmosfer cəbhəsinin Şimali Qafqazdan Qafqazın cənubu Azərbaycan arasına doğru daxil olması nəticəsində fevral ayının 9-dan başlayaraq fevral ayının 10 gün ərzində və 11 günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Bu soyuq hava kütlələrinin fevral ayının 4-də müşahidə edilən soyuq havadan daha da güclü olması ehtimalı var. Bu risk var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Güclü soyuq atmosfer cəbhəsinin və soyuq hava kütlələrinin
gətirdiyi güclü küləklərin şimali Xəzərdən Bakı, Abşeron arasına doğru güclü Xəzər küləklərindən daşınan soyuq havanı artıq fevralın 9-u axşama doğru və 10 gün ərzində Abşeron arasına doğru daşınması gözlənilir. Nəticədə Bakı, Abşeron, Sumqayıt arasında yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq. Bugünkü təllərə əsasən fevral ayının 9-u axşama doğru və fevral ayının 10 gün ərzində Bakı, Abşeron, Sumqayıt arasında şimal küləyinin maksimal sürətinin saatda 95 km-dən 130 km-yə qədər güclənməsi ehtimalı var. Bu prosesin nəticəsində yenidən güclü küləyin bir sıra ərazilərdə fəsadların yaranmasına səbəb olması ehtimalı var. Eyni zamanda güclü Xəzər küləyi ilə, güclü şimal küləkləri ilə birləşən soyuq havanın Bakı, Abşeron, Sumqayıt arasında fevral ayının 10-da hiss edilən temperaturun mənfi dərəcələrə qədər hiss edilməsi gözlənilir. Lakin termometrdəki real göstərici isə 0 dərəcədən 1-2 dərəcə yüksək olacaq. Yəni 0-2 dərəcəyə yaxın bir temperatur fevral ayının 10-da başdan müşahidə ediləcək. Lakin bu proses nəticəsində güclü küləyin gətirdiyi soyuq hava dalğası nəticəsində Bakıda yağışın fevral ayının 10-da sulu qara keçməsi ehtimalı var. Hətta ola bilsin ki, proses daha da güclənsin. Fevral ayının 10-u axşama doğru və 11-i günün birinci yarısına qədər olan müddət ərzində Bakıda sulu qarla qarışıq qısa müddətli qar yağması ehtimalı var. Lakin bu qarın yerdə uzun müddət yığılması ehtimalı çox zəif bir ehtimalı. Çünki fevral ayının artıq 11-i gündüz saatlarında bu proses səngiyəcək. Artıq şimal küləklərinin cənub-şərq küləklərinin əvəz olması gözlənilir. Artıq fevral ayının 12-sində isə Azərbaycan arasında hava şəraitinin tamamilə mülayimləşməsinə başlaması gözlənilir. Bu prosesin riskləri ondan ibarətdir ki, fevral ayının xüsusilə də artıq 9-u və 10-da şimaldan Rusiyanın qərbindən güclü soyuq hava dalğasının Bakı, Abşeron, Sumqayıt arasına doğru şimal küləkləri ilə soyuğu daşıması gözlənilir. Bu da o deməkdir ki, Abşerondakı küləklərin və eyni zamanda Qazax-Ağstafa arasında küləklərin və Xəzər dənizinin yaxın şərq rayonlarında küləklərin çox güclü olması ehtimalı var. Nəticədə bu da fırtınanın baş verməsinə səbəb ola bilər. Yanğıtlara gəldikdə isə Böyük Qafqaz rayonlarında Ağstafa, Qazax, Gəncə arasında, eyni zamanda Kiçik Qafqaz arasında, Naxçıvanın dağlıq kəndlərində, Dağlıq Şirvan arasında, Mərkəzi Aranda və Cəlilabad arasındakı yağıntıların intensiv və güclü olması ehtimalı var. Hətta Mərkəzi Aranda belə fevral ayının 10-da yerdə qar hökmünə gəlməsi ehtimalı var. Lakin artıq fevral ayının 11-i gündüz saatlarında isə bu prosesin bir xeyli cəhdləməsi gözlənir. Hazırki model proqramların təllərine əsasən fevral ayının artıq 12-sindən başlayaraq Azərbaycan arasında yağıntıların tamamilə səngiməsi artıq Aralıq dənizindən Afrikanın şimalından mülayim və isti hava atmosfer cəbhəsinin fevral ayı üçün xarakteristik olmayan, fevral ayı üçün müşahidə edilməyən, yəni əvvəlki dövrlərdə fevral ayında çox nadir hallarda müşahidə edilən bir isti hava dalğasının Qafqazın Cənubi Azərbaycan arasında doğru daşınması nəticəsində artıq fevral ayının 13-ü, 14-ü, 15-i, 16-sında Qafqazın cənubunda havanın temperaturunun gün-günə yüksəlməsi gözlənilir. Xüsusilə də troposferin orta qatlarında, yəni troposferin 3, 4, 5 km yüksəkliklərində atmosfer təzyiqində bir xeyli artım gözlənilir. Bu da o deməkdir ki, xüsusilə də troposferin orta qatlarında temperaturun bir xeyli artması ehtimalı var. Bu da dəniz səviyyəsinin yaxın ərazilərdə fevral ayının 13-ü, 14-ü, 15-i, 16-sında gecə saatlarında və səhər erkən saatlarda qatı dumanla müşahidə ediləcək bu prosesin əks təsirləri. Lakin gündüz saatlarında isə, xüsusən fevral ayının 14-ü, 15-i, 16-sı, günorta saatlarında isə Azərbaycanın əksər ərazisində havanın temperaturunun fevral ayının çox illik iqlim normasından bir xeyli yüksək olması gözlənilir. Gəncə Qazax arasında, Mərkəzi Aranda havanın maksimal temperaturunun fevral ayının 14-ü, 15-i, 16-sında gündüz saatlarında müsbət 16, müsbət 24 dərəcəyə qədər temperaturda artım ehtimalı var. Bu da fevral ayı üçün xarakteristik olmayan bir isti hava dalğasının baş verməsi ilə nəticələnəcək. Abşeron arasında da günorta saatlarında temperaturda artım ehtimalı var. Mülayim hava şəraiti gözlənilir. Lakin axşam və gecə saatlarında və səhər erkən saatlarda isə fevral ayının 13-ü, 14-ü, 15-i, 16-sında qatı dumanlı hava şəraitinin lokal xarakterli müşahidə edilməsi ehtimalı var. Bu sinoptik xəritəyə baxanda biz görürük ki, xüsusən də Rusiyanın qərbində, Avropanın şərqində, Qara dənizin şimal ərazilərindən daxil olan güclü soyuq havanın Qərbi Avropaya qədər güclü soyuq hava şəraitinin səbəb olması gözlənilir. Nəticədə fevral ayının
14-ü 15-də Rusiyanın qərbində və Aralıq dənizinin şimalında, eyni zamanda Qara dənizin şimalında, orta troposferdə güclü qış fırtınasının, yəni ekstratropik soyuq nüvəli qış fırtınasının baş verməsi üçün münbir sinoptik şəraitinin yaranması nəticəsində Rusiyanın qərbində, Qara dəniz ərazisində, Türkiyənin qərb rayonlarında, Avropanın şərq və mərkəzi rayonlarında, Qara dənizin şimalında yerləşən ölkələrdə, eyni zamanda Aralıq dənizinin şimalında yerləşən Avropa ölkələrində güclü qış fırtınalarının baş verməsi nəticəsində bir sıra fəsadların yaranması ehtimalı var. Yəni bu Rusiyanın qərbindəki ekstratropik siklon sisteminin sağ qolunu, yəni isti cəbhənin Qafqazın cənubunda aktiv olması nəticəsində fevral ayının xüsusilə də 13-ü, 14-ü və 15-in davam temperaturunun Azərbaycan ərazisində gün-gündən artması gözlənilir. Lakin bu ekstratropik siklon sisteminin sol qolunun isə, soyuq cəbhənin isə Qara dənizdən keçərək Türkiyənin xüsusən də şimal, qərb və qərb rayonlarında isə hava şəraitinin kəskin soyunmasına və güclü fırtınaların baş verməsinə səbəb olması gözlənilir. Artıq bu sistemin tədricən fevral ayının 16-sı 17-sindən sonra, xüsusilə də fevral ayının 20-sindən sonra artıq bu soyuq atmosfer cəbhəsinin Qafqazın cənubu Azərbaycan arasında daxil olması gözlənilir. Kanalda əvvəlcədən də dəfələrlə bildirdiyimiz kimi fevral ayının xüsusilə də 20-sindən sonra Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin artıq kifayət qədər soyuması üçün münbir sinoptik şəraitin yaranması haqqında kanalda dəfələrlə analiz, təhlil videoları yayınlanır. Bu sinoptik xəritə də real zaman ərzində onu göstərir ki, fevral ayının xüsusilə də 15-i 20-sindən sonra, fevralın xüsusilə 20-sindən sonra 3-cü 10 günlüyündə və fevral ayının sonlarına doğru Qafqazın cənubunda artıq bu soyuq havanın daha çox həmin dövrdə fevral ayının 3-cü 10 günlüyündə Qafqazın cənubunda müdaxiləsində bir xeyli artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İslamdabliyev hava tərəqqatları mərkəzinin gözlənilən qar miqdarının təhlillərinə əsasən fevral ayının xüsusilə də onu artıq gündüz saatlarından başlayaraq Azərbaycan arasındakı hava şəraitinin daha da kəsinləşməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. Nəticədə Azərbaycanın demək ki, əksər rayonlarında fevral ayının 10-u artıq axşam saatlarına doğru və fevral ayının 11-ci günün birinci yarısına qədər olan müddət ərzində artıq Azərbaycanın əksər rayonlarında artıq sulu qar və qarın intensiv olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Bugünkü təhlillərə əsasən isə bu qar xəritəsində biz görürük ki, xüsusən fevral ayının 10-u axşamına doğru və 11-ci günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycanın demək əksər rayonlarında sulu qar və qarın intensiv olması ehtimalı var, güclü olması ehtimalı var. Nəticədə qısa müddətli də olsa, hətta mərkəzi aran rayonlarında belə fevral ayının 10-u axşamına doğru və 11-ci günün birinci yarısına qədər olan müddət ərzində qısa müddətli qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Xüsusilə də Böyük Qafqazda, yəni Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq, Şirvan ərazisində, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcük, Göranbey ərazisində və Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərəbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur ərazisində, eyni zamanda Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində, hətta mərkəzi aranın Kürdəmir, Yevlax, İmişli, Zərdab, Ağcabədi, Beyləqan, Sarabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar rayonlarında və Cəlilabad, Masallı, Lənkəran, Asılı, Yarımlı və Lerik ərazilərində belə və Xəzər dənizinin yaxın olunan şərq qəsəbələrində belə fevral ayının 10-u günün ikinci yarısında və fevral ayının 11-ci günün birinci yarısına qədər olan müddət ərzində artıq sulu qar və qarın intensiv olması, hətta yerdə mərkəzi aran rayonlarında belə qısa müddətli qar örtüyünün yaranması ehtimalı var. Xüsusilə də Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazın, Naxçıvanın dağlıq kəndlərində və Cəlilabad Asılı ərazilərində isə artıq qarın intensiv, güclü və yer-yer şiddətli yağması gözlənir. Xüsusilə də diqqət çəkən göstərici ondan ibarətdir ki, bu qar ağır qar olacaq, yəni nəmlə qarışıq sulu qar və qarın ağır qar şəklində yağması gözlənir. Nəticədə xüsusilə də Böyük Qafqaz rayonlarında, Gəncə, Qazax ərazisindəki dağətəyi ərazilərdə, Kiçik Qafqaz ərazisində, Naxçıvanın dağlıq ərazilərində, Cəlilabad, Masallı, Lənkəran, Asılı, Yarımlı və Lerikin dağ kəndlərində artıq bu qarın fəsadlara səbəb olması gözlənilir. Çünki bu qar ağır qar olacaq. Elektrik telekommunikasiya xəttlərindən zərərlər verə bilər. Ağacların bu ağır qara tab gətirməyə qırılması ehtimalı var. Hətta bəzi zəif tikililərin belə, zəif tikili sayılarında olan zəif nöqsanlı tikililərin belə bu ağır qar nəticəsində ziyanla nəticələnməsi gözlənir.
Artıq bu prosesin ən pik dövrü bugünkü tədbirlərə əsasən fevral ayının 10 günün ikinci yarısından başlayaraq fevral ayının 11 günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycan deməli ki, əksər ərazilərində sulu qar və qarın intensiv və güclü olması, hətta Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə Qazax ərazisində, Naxçıvan ərazisində, Cəlilabad və Sıra ərazilərinin Dağətəyi kəndlərində isə bu prosesin, yəni sulu qar və qarın şiddətli yağması gözlənilir. Artıq fevral ayının xüsusilə də artıq 11 gündüz saatından başlayaraq sulu qar və qar səngiyəcək. Nəticədə hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Bakıda da fevral ayının 10-unda artıq yağışın sulu qara keçilməsi, fevral ayının 10-u axşama doğru və 11 günün birinci yarısına qədər olan müddət ərzində Bakıda sulu qarla qarışıq qısa müddətli qar yağması və Bakının yüksəlik yerləşən əraziləri olan Qobuda, Güzdəkdə, Sarayda, eyni zamanda Sumqayıtın nisbətən yüksəlik yerləşən ərazilərində, eyni zamanda Lökbatanda, Xırdalanda, yəni Bakının Lökbatan, Xırdalan, Nəsimə ərazilərində yerdə qısa müddətli qar örtüyünün yaranması ehtimalı var. Artıq havanın temperatürünün fevral ayının 12-sindən başlayaraq tədricən yüksəlməsi ehtimalı var. Hətta fevral ayının 10-su, 14-ü, 15-i, 16-sında isə Azərbaycan ərazisində fevral ayının xarakteri olmayan bir dərəcədə isti hava dalğasının müşahidə edilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İSYAM-WF Hava Tədqiqatları Mərkəzinin model meteoqram təhlillərinə əsasən fevral ayının 10-u axşama doğru və 11 günün birinci yarısına qədər olan müddət ərzində Bakıda qarın qısa müddət ərzində güclənməsi ehtimalı var ki, bu da yerdə qısa müddətli qar örtüyünün yaranması nəticələnəcək. Xüsusilə də Aralıq dənizindən daşınması gözlənilən ağır nəmin, yəni bu siklonun sağ qolunun gətirdiyi rütubətli hava axınlarının Aralıq dənizinin şərqindən, yəni cənub siklonları ilə daşınan rütubətli hava axınlarının şimaldan daxil olması gözlənilən soyuq hava şütələri ilə Qafqazın cənubu Azərbaycan arasında bir-birinin toqquşması fonunda Qafqazın cənubunda və Azərbaycanda qarın fevralın 10-u və 11 günün birinci yarısına qədər olan müddət ərzində intensiv və güclü olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İSYAM-WF Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən fevral ayının xüsusilə də artıq 8-dən başlayaraq Rusiyanın qərbində yenidən güclü soyuq qış fırtınasının baş verməsi üçün münbit sinoptik şəraitin yaranması, fevral ayının 9-u və 10-unda isə bu soyuq dalğanın Qafqazın cənubu Azərbaycan arasında daxil olması gözlənilir. Lakin artıq fevral ayının 12-sindən başlayaraq isə Qafqazın cənubunda havanın temperatürünün gün-gündən yüksəlməsi, fevral ayının 13-ü, 14-ü, 15-i, 16-sında isə artıq Qafqazın cənubu Azərbaycan arasında sinoptik proses nəticəsində Aralıq dənizindən davamlı olaraq mülayim rütubətli, hətta fevral ayı çox xarakterik olmayan isti hava dalğasının Qafqazın cənubuna doğru daşınması gözlənilir. Bu prosesə səbəb isə Rusiyanın qərbində, Avropanın şərq, mərkəzi və cənub ərazilərində, Qara dəniz ərazisində, Aralıq dənizinin xüsusən də şimal və şimal-şərq ərazilərində orta troposfer atmosfer təzyiqinin xeyli aşağı enməsi fonunda həmin ərazilərdə güclü, intensiv xarakterli ekstratropik siklon sisteminin aktivləşməsi fonunda bu ekstratropik siklon sisteminin sağ qolunun, yəni isti atmosfer cəbhəsinin isə sinoptik proses nəticəsində Qafqazın cənubu Azərbaycan arasına doğru daxil olması nəticəsində fevral ayının artıq 14-ü, 15-i, 16-sı, 17-si və 18-sində Qafqazın cənubunda havanın temperatürünün gün-gündən yüksəlməsi gözlənilir. Nəticədə Qafqazın cənubunda, mərkəzi aranda, Gəncə Qazax ərazisində havanın maksimal temperaturunun hətta müsbət 15-24 dərəcəyə qədər artması ehtimalı var. Lakin bu isti hava dalğasından sonra isə artıq fevral ayının xüsusilə də 19-20-sindən başlayaraq isə kanalda əvvəl dəfələrlə bildirdiyimiz kimi güclü soyuq atmosfer cəbhəsinin Rusiyanın qərbindən Qara dəniz ərazisindən rütubətli hava axınlarına toqquşaraq və Aralıq dənizindən daxil olan siklonla bu soyuq havanın toqquşması fonunda intensiv xarakterli ekstratropik siklon sisteminin soyuq hava kütlələri ilə toqquşması fonunda prosesin daha da kəsinləşməsi nəticəsində artıq fevralın 19-20-sindən başlayaraq və 20-sindən sonraki tarixlərdə artıq Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin kəskin şəkildə soyuması gözlənilir. İsti hava dalğasından sonra daxil olması gözlənilən güclü soyuqların Qafqazın cənubunda hava şəraitinin anidən kəskin dəyişməsinə səbəb olacaq, güclü və şiddətli küləklərin əsməsinə səbəb olacaq, yağıntıların intensiv, güclü gedir, şiddətli yağması səbəb olacaq. Bu prosesin başlanğıcında, yəni fevral ayının 9 və 20-sində isti hava ilə toqquşan soyuq havanın, yəni sistemin ilkin girişi
baş verəndə hətta ildırımla, dolu ilə müşahidə edilməsi ehtimalı var. Çünki kifayət qədər fevral ayı üçün xarakteri olmayan kifayət qədər bir isti havalar arasının ərazidə hakim olması və bu isti hava kütlələrinin üstünə gələn soyuq havanın isə artıq fevral ayının 19 və 20-sində prosesin başlanğıcı ilkin saatlarında bu prosesin ildırımla, dolu ilə və fırtına ilə müşahidə edilməsi gözlənilir. Artıq bu prosesin sonraki mərhələsində isə havanın kifayət qədər soyuması nəticəsində Azərbaycanın əksər ərazilərində soyuq hava qarın yağması, qarın intensiv və güclü olması ehtimalı var. Güclü şüveylərin Gəncə Qazax ərazisində və Bakı-Abşeron-Sumqayıt ərazisində güclü və şiddətli küləklərin bir sıra fəsadlara səbəb olması ehtimalı var. Bu proses daimi olaraq izlənir və yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İsyan Dabilev Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən Şimal qütbündəki qutb siklonlarının yaxın 15-20 gün ərzində bir xeyli zəifləməsi, hətta Şimal qütbündəki atmosferin, stratosferin aşağı qatları və troposferin yuxarı qatlarındakı qərb küləklərinin bir xeyli zəifləməsi və hətta şərq küləklərinin başlanması gözlənir ki, bu da o deməkdir ki, yaxın 15-20 gün ərzində Şimal qütbündə toplanmış soyuq havanın vaxtından əvvəl cənub enişlərinə doğru, yəni cənubda yerləşən mülayim və isti ölkələrə doğru yayılması gözlənir. Soyuq havanın dağılması gözlənir. Bu proses əslində normal bir vəziyyətdə mart və aprel aylarında müşahidə ediləcəkdir. Lakin artıq iqlim dəyişikliyi nəticəsində şimal qütbündə havanın temperaturu təbii ki artır və şimalda toplanmış soyuq hava da artıq vaxtından əvvəl cənub enişlərinə doğru yayılır. Bu proses əslində normalda mart və aprel aylarında baş verəcəkdir. Həmin dövrdə təbii ki yaz aylarında bu soyuq hava mülayimləşib, yumuşalıb cənub enişlərinə doğru daxil olacaqdır. Bu da fəsadların daha az müşahidə edilməsi səbəb olacaq. Lakin fevral ayında bu prosesin baş verməsi nəticəsində xüsusilə də bu proses nəticəsində yəni şimal qütbündə toplanmış həmin ərazilər üçün normal olan soyuq havanın, lakin cənub enişlərində yerləşən, mülayim bir isti ölkələrdə yerləşən əhali üçün ekstremal olan bir soyuq havanın artıq vaxtından əvvəl bir şəkildə dağılması gözlənir. Bu proses nəticəsində bu prosesin təsirləri əvvəlcə Azərbaycan arasında fevral ayının 2-ci 10 günlüyündə, xüsusən fevral ayının 14-dən başlayaraq fevral ayının 18-19-na qədər olan müddət ərzində Azərbaycan arasında havanın temperaturunun gün-günə yüksəlməsinin səbəb olacaq. Çünki Şərqi Avropada, Mərkəzi Avropada, Aralıq dənizi ölkələrində və Qara dənizi ölkələrində güclü bir neçə ekstratropik siklon sistemlərinin aktiv olması fonunda bu ekstratropik siklon sistemlərinin sağ qolunun, yəni isti cəbhənin Azərbaycan arasında doğru Afrikanın şimalından mülayim və isti hava axınlarının daşıması gözlənir. Lakin artıq fevral ayının 19-20-sindən sonraki tarixlərdə artıq bu soyuq atmosfer cəbhəsinin Qafqazın cənubu Azərbaycan arasında doğru daxil olması gözlənir. Nəticədə əvvəlcə fevral ayının 9 axşamına doğru 10-unda Azərbaycan arasında hava şəraitinin kəskin soyulması gözlənir. Bu proses fevral ayının 11-i günün birinci yarısına qədər olan müddət ərzində davam edəcək. Artıq fevral ayının 12-sindən başlayaraq Azərbaycan arasında hava şəraitinin tədricən sabitləşməsi, fevral ayının 14-ü, 15-i, 16-sı, 17-si, 18-sində isə artıq Azərbaycan arasında havanın temperaturunun gün-günə yüksəlməsi gözlənilir. Lakin bu isti atmosfer cəbhəsindən sonra, yəni fevral ayı üçün xarakteri olmayan mülayim və isti hava dalğasından sonra isə Rusiyanın qəlbində toplanan güclü soyuq havanın Aralıq dənizi və Qara dəniz siklonları ilə, yəni rütubətli hava ilə birləşərək güclü şəkildə fevral ayının 19-20-sindən başlayaraq və fevral ayının 20-sindən sonraki tarixlərdə artıq Qafqazın cənubu Azərbaycan arasına doğru daxil olması gözlənilir. Bu soyuq cəbhə ilə birləşən isti cəbhənin mübarizəsi nəticəsində fevral ayının 19 və 20-sindən başlayaraq Azərbaycan arasında hava şəraitinin kəskin soyulması, güclü şiddətli küləklərin əsməsi, prosesin başlanğıcında bu prosesin isti cəbhə ilə toqquşan soyuq cəbhənin təsirindən ildırım dolu prosesləri gözlənir. Sonradan isə havanın soyulması nəticəsində artıq bu proses sulu qarın intensiv və güclü yağmasıyla müşahidə ediləcək. Bu proses diqqətlə izlənir, çünki bu proses xüsusi təhlükəli bir hidrometeoroloji proseslərin baş verməsinə səbəb ola bilər. Çox ciddi bir dağıntılara səbəb olması gözlənilən bir kəskin atmosfer hadisələrinin və dağıcı hidroloji hadisələrin tezliyində bir xeyli artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq.
Avropanın İslam Dabilev Hava Tərəqqatları Mərkəzinin həftəlik model proqramlarının təhlillərinə əsasən fevral ayının xüsusilə də artıq 9-u, 10-u və 11-də Qafqazın cənubu Azərbaycan ərazisindəki sinoptik proseslərin mürəkkəb olması gözlənilir. Çünki orta troposferdə həm mülayim rütubətli isti hava dalğasının, həm də soyuq hava dalğasının birləşərək Qafqazın cənubu Azərbaycan arasından keçməsi gözlənilir. Yəni Azərbaycan ərazisi həm subtropik rütubətli hava axınlarının təsiri altında olacaq, həm də şimaldan daxil olan soyuq havanın təsiri altında olacaq. Nəticədə fevral ayının 9-dan başlayaraq fevral ayının 10-u və 11-i günün birinci yarısına qədər olan müddət ərzində Azərbaycan arasında hava şəraitinin kəskin soyuması, intensiv xarakterli sulu qar və qarın yağması, hətta fevral ayının 10-u axşama doğru və 11-i günün birinci yarısına qədər olan müddət ərzində qarın güclü yağması və yer-yer şiddətli yağması gözlənilir və yaş qarla qarışıq ağır qarın yağması nəticəsində fəsadların yaranması ehtimalı var. Bu proses Bakı-Abşeron arasında güclü və şiddətli şimal küləklərindən müşahidə ediləcək. Bakıda sulu qar yağması, fevralın 10 axşamı doğru və 11 günün birinci yarısında isə Bakıda sulu qarla qarışıq yağması nəticəsində qısa müddətli qar örtüyünün yağması ehtimalı var. Artıq fevral ayının 12-sindən başlayaraq Azərbaycan arasında hava şəraitinin sabitləşməsi, artıq fevral ayının xüsusilə də 14-ü, 15-i, 16-sında isə artıq isti təbənin təsirindən Azərbaycan arasında hava şəraitinin sabitləşməsi gözlənilir. Lakin Avropanın əksər ərazilərində, Türkiyənin şimal-qərb rayonlarında, Rusiyanın qərbində, Qaradəniz ərazisində, Şərqi Avropada isə güclü qış fırtınalarının aktiv olması gözlənilir. Avropanın İslam Dabilev Hava Tərəqqatları Mərkəzinin atmosfer rejimi haqqında model proqram təhlillərinə əsasən fevral ayının xüsusilə də artıq 19-u 20-sinə qədər olan müddət ərzində şimali Atlantik siklonlarının güclü olması, aktiv olması gözlənilir. Fevral ayının 18-sinə qədər olan müddət ərzində şimali Atlantik siklonlarının 85-100% ehtimalla aktiv olması gözlənilir. Artıq fevral ayının 19-u 20-sindən başlayaraq və 20-sindən sonraki tarixlərdə isə şimali Atlantik siklonlarının bir qədər zəifləməsi nəticəsində artıq soyuq hava dalğalarının daha tez-tez Qafqazın cənubu Azərbaycan arasında müdaxiləsində bir xeyli artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İslam Dabilev Hava Tərəqqatları Mərkəzinin Şimal qütbü üçün model proqramlarının təhlillərinə əsasən və 100-dən artıq ansambl modellərinin birləşdirilmiş hava təhlillərinə əsasən fevral ayının xüsusilə də artıq ikinci 10 günlüyündə şimal qütbündəki siklonların bir xeyli zəifləməsi, yəni şimal qütbündəki atmosferdəki stratosferin aşağı qatları və troposferin yuxarı qatları, yəni troposferin 8-9 km yüksəkliklərindəki qərb küləklərinin bir xeyli zəifləməsi və nəticədə şimalda toplanmış soyuq havanın artıq tədricən cənub enişlərində yerləşən ölkələrə doğru yayılması gözlənilir. Bu proses vaxtdan əvvəl baş verəcək. Nəticədə mart və aprel aylarında normalda bu proses baş verməli idi. Həmin dövrdə isə təbii olaraq yaz aylarına doğru havanın isinməsi nəticəsində bu soyuq havanın yumuşalaraq, mülayimləşərək cənub ölkələrə doğru yayılması müşahidə edilməlidir, normaldır. Lakin iqlim dəyişikliyi nəticəsində artıq bu proses vaxtdan əvvəl və tez və intensiv güclü şəkildə baş verəcəyi üçün fevral ayının ikinci 10 günlüyündə şimal qütbündən dağılmağa başlayan soyuq havanın artıq fevral ayının ikinci 10 günlüyün sonlarına doğru və üçüncü 10 günlük ərzində Qafqazın cənubu Azərbaycan arasında doğru müdaxiləsi gözlənilir. Hətta ehtimallar var ki, mart ayında da ayrı-ayrı günlərdə Qafqazın cənubu Azərbaycan ərazisində qış tipinə uyğun olan, qış havasına uyğun olan bir hava şəraitinin tez-tez müşahidə edilməsi ehtimalı var. Bu da mart ayının bəzi günlərində isti hava dalğaları nəticəsində müəyyən bitkilərin vaxtından əvvəl oyanması, yalancı bahar nəticəsində vaxtından əvvəl oyanması və ayrı günlərdə isə kəskin, sərt soyuq hava nəticəsində bir sıra kənd təsərrüfatı məhsullarında müəyyən fəsadların yaranmasının səbəb olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İslam Dabilev Hava Tərəqqatları Mərkəzinin model proqramları yenilənmiş məlumatların təhlillərinə əsasən fevral ayının artıq 10-dakı yağıntıların intensiv və güclü olması gözlənir. Xüsusilə də Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə, Qazaxda, Kiçik Qafqaz rayonları arasında fevral ayının 10 günün ikinci yarısında, 10-dan 11-nə istəmizdə və 11 günün birinci yarısında sulu qar və qarın intensiv güclü yer şiddətli yağması gözlənilir. Xüsusilə də Böyük Qafqazın
Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şəmaq, Qızıq, Quba, Qusar, Kasmaz, Dağlıq Şirvanda eyni zamanda Qazax, Ağsavat, Tovuz, Şəmçi, Gəncə, Mingəçevir və Göycük ərazisində, xüsusilə bu ərazilərin Dağıtay kəndlərində və Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazisində, eyni zamanda Naxçıvan, Asırcıq, Ordubad, Şahbaz ərazilərində, Mərkəzi alanında, Cəlilabad, Asırlı ərazilərində fevral ayının 10 axşamı doğru 11 günün birinci yarısına qədər olan müddət ərzində qarın intensiv güclü yel şiddəti yağması fonunda ağır qarın, yaş qarın bir sıra fəsadların səbəb olması ehtimalı var. Başlayır yağışın sulu qara və lokal xarakterli qara çəkilməsi ehtimalı var. Bakıda əsas şimal şölələrin güclənməsi fonunda müəyyən fəsadların yaranması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq.